Salam, hörmətli sayılan yoldaşlar, hərinizi xoş gördük. Bazar günü kursumuzda keçirilən filologiya imtahanının Azərbaycan suallarına izahına baxırıq. Başlayaq birinci sualına. Müqayisə cədvəlinə əsasən doğru fikir seçmək lazımdır. Sol və sağ tərəf bir-birindən fərqli. 5-də yazılan fikir isə, yəni ortaq xana isə hər ikisinə aid olan fikir olmalıdır. Zərfin mənaca yalnız bir növ iştirak etmişdir. Baxırıq, solda verilən nümunədə burada yer zərfimiz var. Başqa da hansı bir zərf yoxdur. Fərqləndirilən isə buradakı hər əvəzlik tərəf isə isimdir. Hər tərəf mürəkkəb zərf deyil. Birinci növ təyin söz birləşməsidir. Burada sağda verilən nümunədə isə hər an ifadəsi mürəkkəb zaman zərfidir. Zərfin bir məna növü var solda verilən nümunədə. Sağda verilən nümunədə hər an zaman zərfidir. Demək, onu səhv edə biləcəyini düşündüyüm üçün tez-tez onun gördüyü işlərə göz gəzdirdim. Burada tez-tez daima hər an mənasını vermiş olur. Bu da zaman zərfidir. Baxsaz, hər ikisində zərfin sadəcə bir növ var. Solda yer zərfi var, sağda da zaman zərfi var. Demək, bir, yeri səhv yazılıb, ortaq yazılmalıydı. Zərf həm baş özünün, həm də ikinci dərəcə özünün ifadə vasitəsidir. Solda bir dənə zərf var. Bir zərf eyni anda həm baş özünün, həm də ikinci dərəcə özünün ifadə vasitəsi olmaz. Bu yanlışdır. Zərflərdən ancaq zaman zərfi işlənib, quruluşca mürəkkəbdir. Bəli, bu doğru bir fikirdir. Ancaq zaman zərfi var və quruluşca mürəkkəbdir. Başqa bir quruluşda olan zərf yoxdur. Zərflərdən yalnız biri cümlə öz ifadə vasitəsidir. Aha, bəli. Bax, nə edirdim? Göz gəzdirirdim. Nə vaxt? Tez-tez. Nəyə? İşlərə. Hansı işlərə? Onun gördüyü işlərə. Niyə? Hər an onun səhv edəcəyini düşündüyüm üçün. Fikir versəz, hamısı bir yerdə artıq tərkibdə getmiş olacaq. Demək, tez-tez cümlə özü digər yox. Solda verilən nümunədə bir zərf var. Sən orada zərflərdən biri deyə ifadə edə bilməzsən. Fərqləndirilən söz quruluşca mürəkkəb zərf deyir. 5-də verilən fikir sağ tərəfə aid edə bilərsən. Yəni, bura yazıla bilər. Amma buna yazıla bilməz. Çünki hər tərəf mürəkkəb zərf deyil. Cavab olmalıdır 3 və 4-də verilən fikirlərimiz. İkinci sual. Müqayisə cədvəlinə əsasən doğru cavabı müəyyənləşdirmək lazımdır. Demək, dan və canı müqayisə edirik. Dan düzəltmə zaman zərflərinin yaranmasında iştirak edir. Bəli, məsəl üçün çoxdan, hərdən. Amma can iştirak edə bilməz. Düzəltmə zaman zərflərinin yaranmağında. 2-də verilən nümunədə yazır ki, nümunədə qara verilən sözdə işlənməyib, düzdür. Burada işlənən dan bir variantlıdır. Ona dan üstü 2 deyə bilməzsən. İsim düzəldəndə dan bir variantlı olur. Amma bu caya da aiddir. Çünki güldan sözündə nə dan üstü 2 var, nə ca var. Demək, 2-də verilən fikrin yeri səhv yazılıb, bura yazılmalıydı. Şəkilçi kimi işlənmədikdə də sözlərə biçik yazılıb vurğu qəbul edə bilər. Bəli, ca ədat ola bilər və ədat kimi işləndikdə sözlərə biçik yazılıb vurğu qəbul edə bilər. İndicə vəziyyətində. Dan isə elə bir halı yoxdur. Ona görə 3-ü götürdüm. Düzəltmə tərz hərəkət zərflərinin yaranmasında iştirak edə bilir. Hər ikisinə aiddir. Dan da, ca da. Hər ikisi düzəltmə tərz hərəkət zərf əməli gətirə bilir deyə 2-ni atdım. Daha doğrusu 4-ü də atdım kənara. Ortaq yazılmalıydı. Leksi şərkətçi kimi işlənməyə də bilər. Qrammatik mənası var. Bəli, hər ikisinin qrammatik mənası var. Ca ədat qoşma ola bilər. Dan çıxışlı xal şəkilsi ola bilər. Leks şəkilsi olmaya da bilər. Cavab olar A. 3. Səhv fikirlərin sayını müəyyənləşdirmək lazımdır. Bunları vaxtında çatdırın. Ha cümləsində köməkçinin hissəsinin məna qrupu cümlədəki başqa sözə əsasən müəyyənləşir. Doğru fikirdir. Sən buradakı ha ədatının qüvvətləndirici yoxsa əmr olduğunu tapmaq üçün əvvəlində gələn feilə baxmış olursan. Demək ki, ha-nın məna qrupunu müəyyənləşdirməkdə feildən köməklik almış olursan, dəstək almış olursan. Bu doğru fikirdir. İlə qoşması samitlə bitən sözlərdə həm biçik, həm ayrı yazıla bilər. Doğru fikirdir. Demək, bu sözü qoşmalı isim kimi düşündükdə belə tələffüz edilir. Xeyr. Qoşmalı isim kimi düşünəndə torpaq nan şəklində tələffüz olunur. İlə qoşması nan və yınan formasında tələffüz olunur. Buradakı isə torpaqlamaq feilidir. Torpaqla düzəltmə feilinin tələffüzüdür. Məncə oxusan anlar cümləsində 3 müxtəlif nitq hissəsinə aid söz işlənmişdir. Doğrudur. Mən əvəzlik, c qoşma, qalan da feildir. Özündən sonra vergül varsaydı, məncə bütövdə modal söz olardı. Əsasən qoşma və modal söz kimi işlənir və amonimdə mövcuddur, təbii ki. Cavab olar A variantı. 4-cü sual bizə cədvələ əsasən yanlış fikirləri müəyyənləşdirməyimizi istəyir. Hətta bunların necə olduğunu bilsə də, ancaq o dilləndir. Cümlədə hətta var, ədatdır. Hətta tək başına işlənir. Əgər sadalamağa komponent kimi çıxış eləmirsə, o zaman ədat mövqeyində olan bir sözümüzdür. Sapüstlər vəziyyətindəki də ədatdır, ancaq yalnız mənasını ifadə eləmiş olur. Bu da ədatdır. 3 dənə ədatımız var və bu 3 ədatın hər biri bağlayıcı ilə də amonimdir. Doğru fikirdir. Qoşmalı cümlədə yeri dəyişmir. Qoşulduğu sözlərin arasında heç bir söz əlavə etmək olmur. Bu yanlışdır. Düzdür. Qoşmanın tək başına cümlədə yeri dəyişmir. Qoşulduğu sözdən bir yerdə yerini dəyişə bilərik, amma qoşulduğu sözlərin arasında söz əlavə etməyimiz mümkündür. Məsəl üçün, səndən sonra, səndən lap sonra kimi köməkçinin hissəsini belə arada işlədə bilərsən. Yəni bağlayıcı, mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlasa da həmci sözləri bir-birinə bağlaya bilmir. Bu doğru fikirdir. Yəni mürəkkəb cümlənin komponentlərini bağlayır. Əsasən də aydınlaşdırmaya görə tabe mürəkkəb cümlənin tərəflərini bağlayır. Amma həmcins cümlə özlərini bir-birinə bağlamır.
Qərəz nəhayət sözləri yerinə görə isim və modal söz kimi işlənir, amma amonim olmur. Çünki bunlar vurğuya görə mənası dəyişən sözlərdir. Fikir mənbəyini bildirən sözlər sintaktik vəzifə daşıyır. Fikir mənbəyini bildirən sözlər. Bu modal sözlərimizdir. Modal sözün cümlədə ara söz kimi işlənməyi onun sintaktik vəzifə daşımağına kömək eləmiş olur. Ona görə burada verilən fikir doğrudur. Qabağına yanlış yazıbdır. Bunu mən yanlış qoydum. Amonim təşkil edir deyir, bu yanlışdır. Çünki qərəz və nəhayət dediyi vurğuya görə mənası dəyişən sözlərdir. Yanlış deyirsə, indi doğrudan doğru olanda uyğunluq gözlənilir. Amma doğrunun qabağına yanlış və yanlışın qabağına doğru yazanda burada artıq uyğunluq pozulmuş olur. Yanlışın qabağına yanlış olanda da uyğunluq gözlənildi. Amma doğrunun qabağında yanlış, yanlışın qabağında doğru olanda uyğunluq pozulur. Cavab olar D variantı 4-də. 5. Hansı fikirlərin yerini dəyişsək uyğunsuzluq aradan qalxar? Qazmaq iki fərqli qisas kimi düşünülə bilər. Bəli, həm məsdər feil ola bilər, həm də ki qazmaq aşın qazmağı mənasında isim kimi işlənə bilər. Yazarlar sözünün yazıçının iki cür düşünmə ola bilər. Xeyr, bu söz yazarlar şəklində yazılır. Yəni bu tələffüz ismə aid olan tələffüzdür. Sən bunun yazarlar şəklində olan tələffüzündə düşünə bilərsən. Elə tələffüz olsa da, belə tələffüz olsa da yazılışı sabitdir. Yazılışın iki cür düşünə bilməzsən. Bu yanlış bir fikirdir. Əsasən düzəltmə sifətlər dərəcə əlaməti qəbul edilmiş olur. Bu yanlışdır. Əsasən düzəltmə olmayanlar, adi, quruşca sadə olanlar əsas etibarıyla dərəcə əlamətini qəbul edilmiş olur. Əsas deyib ümumiləşdirdiyinə görə. Təsiri yalda işlənən sifətlər tamamlıq ola bilər. Bəli, təsiri yalda olan sifətlər tamamlıq rolunda çıxış eləyə bilirlər. Məsəl üçün, körpəni gətir, kimi gətir vəziyyətini işlədə bilərsən. Elə buradan sualın cavabı uyğunlaşır. 4 ilə 5-in yerini dəyişsən, 4 doğrudur, 5 yanlışdır. Quruşca düzəltmə olan feillərin yaratdığı neksiyası feil olmaya bilər. Bəli, bu ehtimal fikirdir. Ola da bilir, olmaya da bilir. Bu yerindədir. Cümlədə sıra sayı işlənibsə, quruşca düzəltmə olmaya bilər. Bəli, mürəkkəb də ola bilər də sıra sayı. Bunlar ehtimal bir fikirdir. Cavab 4-5. 6. Bezən sözündəki fərqləndirilən saytı onun ortaq xüsusiyyətləri eyni olan saytla əvəz etsək, nə olacaqdır? Ortaya çıxacaqdır bəzən sözü. Sən də bunu iki cür düşünə bilərsən. Həm bəzəməkdən bəzənmək feili kimi, həm də bəzən zaman zərfi kimi iki vəziyyətdə düşünməyin mümkündür. İndi yazıcı və deyişi fərqlənən sözə çevriləcək. Xeyr, yazıcı və deyiş fərqlənmir. Bəzən zərf olanda səs uzanması olur. Səs uzanması da yazıcı və deyişdə heç bir fərqli məqam əmələ gətirilmiş olmur. Səs uzanması həmçinin vurğu fərqi olduğu üçün amonim kimi işləməyəcək. Bəli, həm səs uzanması, həm də ki vurğu fərqi olur və amonim kimi işləmir. Subyekt və obyekti eyni sözdən ibarət olan düzəltmə feili kimi işlənə biləcək. Doğrudur. Məsələn, qız bəzəndi desən, qayıdış növdə işlənmiş olur və qayıdış kimi düşünə bilirsən bunu. O zaman qız həm obyekt, həm də subyekt kimi çıxış edə bilir. Sözdəki sahitlərin hər ikisi incə, açıq, dodaqlanmayan sahit olacaq. Bayaq da incə, açıq və dodaqlanmayandır, indi də. Ona görə bu dəyişən bir şey deyil. Səndən dəyişəcək bir fikir istəyir. Mürəkkəb zərflə sinonim olan sadə zərf kimi düşünmək mümkündür. Bəli, bəzən hərdən bir mənasını ifadə edə bilir və hərdən birlə sinonim olan zaman zərf kimi düşünə bilərsən. Cavab olar burada A variantı. Növbəti. 7-də bizə deyək ki, nümunə bağlı fikirlərdən doğru olanı müəyyən edin. Kür çayı sahilə səs sala-sala dəyişmiş rəngini axan suların. Bax, Kür çayı sahilə səs sala-sala axan suların rəngini dəyişmişdir. Nümunə bu formadadır. İnversiyadan çıxarsaq. İki feili sifət işlənsə də deyir, səhvdir. Burada dəyişmişdir mənasını ifadə edir və zaman şəkilçili sözdür. Tamamlıq sintaktik əlaqədə yalnız aslı tərəf deyir. Dəyişmişdir. Nəyi? Suların rəngini. Hansı suların? Axan suların. Axan təyini suların rəngini tamamlığını izah etdiyinə görə tamamlıq həm də əsas tərəf olur. Yalnız aslı tərəf olmur. Aslı tərəfin müəyyən yiyəlik halda olan ismi birləşmə idarə əlaqəsində aslı tərəfdir. Baxıraq, suların rəngi. Üçüncü növ təyin söz birləşməsidir. İdarə əlaqəsində hal şəkilsi üçüncü növdə aslı tərəfdə olur. Düzdürmü? Və hal şəkilsi olan tərəf də sintaktik əlaqənin aslı tərəfidir. Ona görə C-də verilən fikir doğru bir fikirdir. Mübtəda müxtəlif sintaktik əlaqələrdə yalnız əsas tərəf kimi çıxış eləmiş olur. Burada mübtəda sadəcə uzlaşma əlaqəsinin əsas tərəfidir. Yanaşma əlaqəsinin hər hansı bir tərəfi deyil. Cümlədə feil sifət tərkibi işlənməyib. Feil sifət keçmiş zaman məzmunu ifadə edir. Yanlışdır. Burada feil sifətin keçmiş zaman məzmunu ifadə etmək yoxdur. Bir dənə feil sifətimiz var. O da indiki zaman məzmunu ifadə eləmiş olur. 8. Aşağıda verilənlərə əsasən uyğunlaşdırmaq lazımdır. İsim və feili birləşmə yalnız birinə aid olan, hər ikisinə aid olan və heç birinə aid olmayan fikirləri ümumiləşdirmək lazımdır. Müxtəlif cümlə özlərinin ifadə vasitəsi ola bilər. Həm ismi birləşmə, həm də feili birləşmə. Müxtəlif cümlə özünün ifadə vasitəsi ola bilir. A gedər ikisinə də. Əsas tərəflə əlaqələnən söz təsiri yalda olmalıdır. Bu heç birinə aid deyil.
heç birində elə bir struktur yoxdur ki, əsas tərəflə əlaqələnən söz hökmən təsiri halda olmalıdır. Başqa bir halda ola bilməz. Elə bir vəziyyət, elə bir hal yoxdur. Ola bilər ki, sən ismi birləşməndə, feili birləşməndə as tərəfində təsirli edərsən. Burada bir sıxıntı yoxdur. Onu yazmalıydı ki, aslı tərəfində təsiri halda olan söz işlənə bilər. Bu vəziyyətini nəzərə ala bilərdi. Demək, B getməlidir. Üçüncüyə. Daha sonra yelik halda olan söz aslı tərəfində işlənə bilər. Bu, hər ikisində özünü göstərəcək bir şeydir. Doğru fikirdir. Əsas tərəfində təsdiqlənməyən feil də işlənir deyirsə, bu ismi birləşməyə aid olan bir fikirdir. Çünki feili birləşmədə feil işlənməlidir. Feil də işlənir o deməkdir ki, başqa bir nick səsdə işlənə bilir, feil də işlənə bilir. Amma feili birləşmənin əsas tərəfi sadəcə feil olmalıdır. Başqa bir nick səsi ola bilməz. Cümlə üzvünün ifadə vasitəsi kimi işləndikdə hər zaman bir yerdə cümlə üzvü olmuş olur. Bunu biz feili birləşməyə aid edə bilərik. Amma ismi birləşməyə aid edə bilmək. Çünki ismi birləşmədə tərəflərin parçalanmaq kimi bir vəziyyəti mümkündür. Ona görə E-də verilən fikir yalnız birinə aiddir. Yəni getməlidir birinciyə. 1-ə D ilə E, 2-yə A ilə C, 3-ə də B-də verilən fikir olmalıdır. Cavab ola 8-də B variantı. 9. Fikirlərin hamısına uyğun gəldiyi cümləni müəyyənləşdirmək lazımdır. Qrammatik əsaslardan yalnız biri işlənib. Cümlə özlərinin hamısı quruluşda sadədir və cümlə özlərindən biri həmcinsdir. Baxaq. Ancaq indi, yəni bu dar vaxtda söhbət açmağı düşünmürdü. Baxırıq, burada həmcins cümlə üzvü yoxdur. İndi, yəni bu dar vaxtda. Burada olan ifadə əlavədir. A-nı çıxarda bilərəm. Burada həmcinsliyi yoxdur. Daha sonra, süzürəm qıyvuran məğrur qartalı, ömür vəfasızdır, insan qocalır. Burada da həmcins cümlə üzvü yoxdur. Bizə şirin-şirin nağıllar danışır. Çox qəribə tapmacalar deyirdi. Baxsan, burada həmcins olan xəbərlərin var. Daha sonra, deyir ki, cümlə üzvlərinin hamısı quruluşda sadədir. Hər kəsin yuxusu qaçırdı. Nə vaxt? Gecədən xeyli keçəndə. Bu, feili bağlama tərkibidir və burada cümlə üzvü quruluşda sadə olmadı. Ona görə C-ni də götürmədik. Nabatoğlunu bərk dara qısnamış, kömək edən oğlunu evinə gətirmişdi. Nabatoğlunu dara qısnamışdı. Kim? O. Evinə gətirmişdi oğlunu. Kim o? Həmciz xəbərlərim var. Və baxsan, burada mübtəda işləməyib. Qrammatik əsaslardan sadəcə xəbər işlənmişdir. Və həmçindəki cümlə üzvləri hamısı quruluşda sadədir. Kömək etmə mürəkkəb feildir. Mürəkkəb feil sadə cümlə üzvü olmuş olur. E-də verilən nümunədə baxaq. Qəribə duyğular hey axın-axın süzülür qəlbimə bayaqdan bəri. Burada həmciz cümlə üzvləri olmadığına görə bizim cavabımız deyil. 10. Cümləyə aid olan fikirləri müəyyənləşdirmək lazımdır. Şəhərin mərkəzində enli küçələr, yaşıl parklar göz oxşuyurdu. Dünənkiləri parka apardım, bugünküləri də şəhər kənarına göndərdim. Cümləyə aid olan fikir. Baxaq, demək nə edirdi? Göz oxşuyurdu. Nə? Deyək küçələr, parklar, yaşıl parklar, enli küçələr, harada şəhərin mərkəzində. Sonra apardım. Kimi? Dünənkiləri, haraya? Parka, göndərdim. Haraya? Şəhər kənarına, kimi? Bugünküləri. İndi bizdən nə istəyir? Doğru fikri. Burada həmcins təyin yoxdur. Çünki təyinlər ayrı-ayrı sözləri izah edir. Enli sözü küçəni izah edir, yaşıl sözü parkı izah edir. Bu vəziyyətində təyinlər həmcins ola bilməz. Ona görə həmcins təyin olan anlayışı atdan kənara getdi. Eyni də ata bilərsən kənara. Daha sonra həmcins tamamlıq işlənib, həmcins təyin yoxdur. Burada tamamlıq da həmcins deyil. Fikir versən, tamamlıqlar da eynən ayrı-ayrı xəbərlə əlaqədədir. Həmcins olmaq üçün eyni xəbərlə əlaqəli olmalıdır. Bunu da atdan kənara getdi. Cümlədə yalnız xəbər və mübtəda həmcinsdir. Bu doğrudur. Çünki mən göndərdim, mən apardım. Xəbərlər həmcinsdir. Həmçinin burada da küçələr və parklar mübtədası həmcinsdir. Bir-birlə sintaktik əlaqədə olmayan cümlə özləri həmsizliyi əmələ gətirmişdir. Mübtəda tamamlıq zəifliyi demək istəyir. Baxsan, burada tamamlığın həmsizliyi olmadı. Eləcə də zəifliyin həmsizliyi olmadı. Ona görə bunu uyğun cavab kimi götürə bilməzsən. 11. Klasterə tamamlayacaq fikir lazımdır bizə. Sol tərəfə cümləni, sağ tərəfə də cümlə ilə bağlı fikirləri uyğunlaşdırmaq lazımdır. Deyək ki, külək çöldən qalxan tüstü və dumanı cənuba, Lənkəran tərəf aparırdı. Biz, yəni tələbələr, onlara yardım etmə məqsədilə pul toplamışıq. İkinci dərəcə özləri işlənmişdir, hər ikisində var. İndi biz doğru fikir tapmalıyıq. Əlavə ilə aid olduğu cümlə üzvü arasında şəxsə görə uyğunluq mövcuddur. Bəli. Baxsan, birincidə verə bilərsən. Hər ikisi üçüncü şəxsdədir. Amma buna yaza bilməzsən. Biri birinci şəxsdədir, birisi üçüncü şəxsdədir. Demək, C-də verilən fikir birinci aid edilə bilər. Daha sonra əlavə ilə aid olduğu cümlə arasında fasilə etmək lazım gəlmiş olur. Bu, hər ikisinə aid olan bir fikirdir. Əlavə ilə aid olduğu cümlə arasında hökmən nə etmək lazımdır? Həmin o aydınlaşdırıcı intonasiyanı vermək lazımdır. Əlavə işlənməmiş cümlədə hər ikisinə əlavə işlənmişdir. Əlavəsi olan cümlə özünü açsaq, əlavə öz keyfiyyətini, əlavə olmaq keyfiyyətini itirir. Bu, birinciyə aid edəcəyimiz bir fikirdir. Çünki əlavəsi olan cümlə özünü açsaq, sən burada
Cənuba sözünü açsan, artıq Lənkəran tərəfi özü zəfli olacaq və əlavə olmuş olmayacaq. Digərində tələbələr sözü əlavə olmaq keyfiyyətini yenə itirmiş olacaqdır. Demək, F-i buna da yaza bilərsən. Və uyğun cavab axtarası olsan, 1-ə A yazsan, 2-yə C, D, F gedə bilər və ya 1-ə B yazsan, 2-yə D-dan F gedə bilər. Uyğun cavab olmalıdır D variantı. 12. Verilən cümlələrə əsasən fikirləri uyğunlaşdırmaq lazımdır. Demək, nə etdi? Azad edildi. Hara? Yuxarı, yəni torpaqların əsas hissəsi. Burada əlavə mübtədanındır. Daha sonra bizi xoş günlər gözləyir. Harada? Daha doğrusu nə zaman? İrəlidə, yəni ömrün bahar çağında. Fikir ver, hamısı bir yerdə zaman zərfinin əlavəsi olmuş olacaq. Bura göndərilən hamısı aşağıdadır. Haradadır? Evin artırmasındadır. Görsən, buradakı dırı, buradakı dırla, buraxılan dırla uyğunlaşdırmağa çalış. Görəcəksən ki, əlavə xəbərə aiddir. Zərfliyə aid deyil. Yəni, yer zərfliyinin əlavəsi işlənmişdir. Bunu heç birinə yaza bilmirsən. Birincidə mübtəda, ikincidə zaman zərfliyidir. Üçüncüdə isə xəbərin əlavəsidir. İsmi birləşmənin əlavəsi işlənməmişdir. Hər birində ismi birləşmənin əlavəsi işlənməmişdir. Burada artıq əlavə cümlə üzvü ilə bağlı işlənmiş olur. B-ni yazdım birinciyə. Yerli yalda olan sözlər zərfliyin müxtəlif məna növünün əlavəsidir. Baxsan, birinci verilən nümunədə elə şey yoxdur. İkinci verilən nümunədə müxtəlif məna növünün əlavəsidir yaza bilmirsən. Sadəcə zaman zərfliyinin əlavəsidir. E-də veriləndə də xəbərin əlavəsidir. C heç birinə aid olmadı. Baş üzvün əlavəsi işlənmiş cümlədə əlavənin ifadə vasitəsi ismi birləşmədir. Bax, fikir versən, həm bura aid edə bilərsən, həm buna aid edə bilərsən. Birində mübtədanın, birində xəbərin əlavəsi var və əlavə söz birləşməsi ilə ifadə olunmuşdur. Daha sonra ismi birləşmənin əsas tərəfinin əlavəsi işlənmişdir. Bu heç birinə aid deyil, heç birinin ismi birləşmənin əsas tərəfinin əlavəsi olmayıb. 1-ə B-ni yazsaz, 2-yə D-də olan fikir gedəcək. 13. Doğru və ya yanlış olma baxımından biri digərlərindən fərqlənir. Cümlədə əmr şəklində olan feil varsa, həmin cümlə nəqli cümlə ola bilməz, bəli. Çünki əmr şəklində olan feil nəqli cümlə xaric yerdə qalanların xəbəri ola bilir. Məqsəd və intonasiyaya görə cümlə növləri hiss həyəcanla deyiləndə nida cümləsinə çevrilir, doğrudur. Obrazlıq yaratmaq üçün istifadə olunan sual cümləsi bədii sual olur və onlar da cavab almaq məqsədi ilə işlədilmir. Söz sırasına görə sual cümlələri heç bir formal əlamətinə görə nəqli cümlədən fərqlənmir, bəli. Məsəl üçün, mən evə gedim. Bu cümlə əmr cümləsidir. Mən evə getdim nəqli cümlədir. İndi sən bunların sonuna sual işarəsi qoy. Mən evə gedeyim, mən evə getdiyim. Bu cümlələrdə söz sırası cəhətdən, yəni cümlə üzvünün sıralaması cəhətdən əmr cümləsi, nəqli cümlənin sual cümləsindən heç bir fərqi yoxdur. Ona görə burada verilən fikir doğru bir fikirdir. Sual ədatı ilə yaranan sual cümlələri yalnız yeni məlumatı ifadə edən üzvlərdən ibarət yarımçıq cümlə şəklində qurulur. Yanlışdır. Elə bir şey yoxdur. Çünki sual ədatı ilə formalaşanda təsdiqləyici də ola bilər də. Gəlirsənmi? Deyirəm ki, hə. Yəni dediyi fikir təsdiqləyirəm. Burada yeni bir məlumat vermirəm. Cavab olur E variantı. 14. Müqayisə cədvəlinə əsasən doğru variantı seçmək lazımdır. Şamma böyüyüb yaşa dolduqca çöl çiçəkləri kimi qızmar günəşin altında təbiətin hər cürə tuğyanına öyrəşirdi Şamama. Burada mübtədası var. Mübtədanı buradan çıxarsan da, çıxarmasan da bu cümlə müəyyən şəxsi cümlədir. Çünki öyrəşirdi kim, o deyə mübtədanı bərpa etmək kimi bir variantın var. Ona görə bir də verilən fikir yanlışdır. Mürəkkəb ikinci dərəcəli üzvlərin ifadə vasitəsi yalnız feili birləşmə deyil, bəli, təbiətin tuğyanı, üçüncü növ təyin söz birləşməsi də var da burada. Sən burada səbirli olursan, sağ tərəfindən müqayisə edirsən. Yayın qızmarında, qışın saxtasında həmişə çıl-çılpaq kürək çəkib qantar içində olan bu bədbəxtlər ömürlük bu əzabla yaşayırdılar. Baxsan, mürəkkəb ikinci dərəcəli üzvlərin ifadə vasitəsi birinci verilən nümunədə feili birləşmə damısı. Yayın qızmarında, qışın şaxtasında həmişə kürək çəkib qantar içində olan hamısı bir də feil sifət tərkibidir. Burada ismi birləşmə ilə ifadə olunan ikinci dərəcəli üzv yoxdur. Amma sol tərəfdə var. Ona görə ikinci cavab kimi götürə bilərsən. Feili birləşmə sağda verilən nümunədə təyinin ifadə vasitəsidir. Xəbər üçün şəxsdə olan müəyyən şəxsi nəqli cümlədir. Xeyr. Deyə bilərikmi bunu? Hə, deyə bilərik. Çünki burada nə edirlər? Yaşayırlar. Kim? Bədbəxtlər. Müəyyən şəxsi cümlədir. Xəbər üçün şəxsədir. Bu hər ikisinə aiddir. Çünki sol tərəfdə üçün şəxsədir və müəyyən şəxs cümlədir. Cümləni hiss həyəcanla deyəndə nida cümləsi olacaq. Bu da hər ikisinə aiddir və sənin cavabın olur B. 15. Verilən cümlənin təhlillə bağlı uyğunluğu müəyyənləşdirmək lazımdır. Kökü amonim olan düzəltmə söz mənsubə şəkli qəbul etmişdir. Baxırsan, fikirlərin tərəfdarları. Burada tərəfdar sözü quruluşca düzəltmədir. Mənsubə şəkli var və kökü qoşma ilə də amonim yaratmış olur. Bu doğru. Tərəflərində iki işlə birinin mümkünlüyü olan tabiəsi mürəkkəb cümlədir. Xeyr. Bu cümlə zaman əlaqə tabiəsi mürəkkəb cümlədir. Sadəcə zaman əlaqə tabiəsi mürəkkəb cümlənin ikinci komponentində həmcins xəbərlər var. Ya da ilə olan. O səni aldatmasın.
Sualın elə aldadıcı tərəfi oradadır. Onu aldansan, gedib buna bölüşdürmə desən, heç nə, getdi. Oxşar sözünün sinonim işlənmişdir. Oxşarla eyni bir-birinə sinonim olmur. Çünki oxşar sifətdir. Eyni isə əvəzlidir. Cavabın olar 15-də A variantı. Zaman əlaqəti ABC mürəkkəb cümlədir. Bir tərəfdə də kəmiyyət uzlaşma pozulmuşdur. Çünki eyni mövzular müzakirə olunurlar. Kəmiyyətə görə uzlaşmaq üçün hər ikisi cəmdə olmalıydı. 16. Mətnə görə doğru hesab etmək olmaz. Yəqin ki, tarix boyunca heç bir vəkilə müdafiə etdiyi işlərin hamısını udmaq nəsib olmayıb. Bir məhkəmə işində adətən 2 rəqib tərəf olduğu üçün onlardan biri udmalı, digəri udmalıdır. Məhkəmə qərarı müvəkkilimin xeyrinə olarsa, əlbəttə bu mənim üçün çox sevindirici və xoşbəxt andır. Uduzanda isə sözsüz ki, bu çox böyük və təəssüf hissi yaratmış olur. Bəzi işlərdə öncədən məğlub olmaq məlum olsa da, vəkil hər zaman möcüzəyə inanmalıdır. Baxaq. Bizdən doğru olmayan fikir istəyir. Vəkil həm günahkarın, həm də günahsız yoxlarını müdafiə eləmiş olur. Bunu verə bilərik. Çünki nə deyir? Bax, deyir ki, tərəflərdən biri udacaq, biri də udulmuş olacaq. Nəticə etibarından udanın tərəfində olan, deyək ki, əgər udan müsbət biridirsə, günahsızdırsa, qarşı tərəfdə olan da günahkardır. Düzdürmü? Ona görə A-da verilən fikir ola bilər. Vəkil müdafiə etdiyi işlərin hamısına müvəffəq olmayıb, bəli, doğru fikirdir. Uda da bilir, uza da bilir də. Hakimlər tarix boyunca vəkilləri təəccübləndirəcək qərarlar vermirlər. Bu yanlış bir fikirdir. Çünki nə deyir? Vəkil hər zaman möcüzəyə inanmalıdır. Bunu deyirsə, demək ki, bununla bağlı bir fikir çıxarda bilərik də. Belə bir şey yaşayıb ki, bunu demiş olur. Məhkəmədə mütləq tərəflərdən biri qalib olur, düzdür. Müvəkkilin qələbəsi vəkil üçün sevindirici haldır. Bu da doğru bir fikirdir. 17. Mətnə bağlı verilən fikirlərdən biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənmiş olur. Teymur döyüşlərin birində məğlub olur. Qoşunu pərən-pərən düşür. Teymurlan bir daşın arxasında gizlənir. Bu zaman gözü yarğana çıxmaq istəyən qarışqaya sataşır. Qarışqa apardığı dəmlə yarğana çıxmağa çalışır və hər dəfə yolun yarısına sürüşüb düşür. 69 dəfə sürüşüb düşəndən sonra 70-ci dəfə dırmaşa bilir. Teymur utanıb pərən-pərən düşən qoşunu bir yerə yığır və düşməni məğlub eləmiş olur. İstəmədən başqasını istiqamətləndirəcək qədər nümunə olmaq mümkündür. Bu doğru bir fikirdir. Qarışqanın o etdiyi davranış Teymurlangi istiqamətləndirmək üçün deyildi. Qarışqanın xəbəri yox idi ondan. Mətndə vaxtından əvvəl arxayın olmağın acı nəticəsi müşahidə olunmuş olur. Bəli, düşmənlərlə bağlı bunu görə bilərsən. Çox güclü ordusu olan Canın hökmdarlarını təsadüflər xilas edə bilər. Bəli, bunu da görə bilərsən. Qarışqanı orada görməyə, düşün qarışqanı orada görməyəsə nə olacaqdı? Çıx gedəcəkdi. Əzm nə qədər böyük olsa da məqsəd o qədər qaçılmaz olar. Bu da doğru fikirdir. Sənin əzmin varsa, o əzm sənə imkan verəcək ki, gedib məqsədin üçün çalışasan və satasan. Teymurlan qorxaq bir ordu başçıdır. Bunu mətndə görə bilmirik. Bu çıxacaq hər hansısa bir nəticə deyil mətndən. 18 mətnin məzmununu nəzərə alıb cədvəl əsasında doğru cavab istəyir bizdən. Demək, Norveç işğalından sonra Knut Hamsun'a qarşı heç kim bir şey demir. Nə bir etiraz, nə bir hücum olmuş olur. Və bir gün evinin qabağında hamı kitab qoyurlar. Yavaş-yavaş bu kitablara gəlməyə davam edir. Sonraki gün eyni vəziyyət, sonunda kitab topası böyüyür və xalqa xəyanət edən yazıçı keçirir və ölümü də bu şəkildə olur. Kitablardan qalanmış tonqal yazıçının mənəvi ölümünə səbəb olmuşdur. Bu doğru bir fikirdir. Çünki burada tonqal deyəndə illa da od vurub yandırmaqdan söhbət getmir. Kitabları gətirib orada üstə yığmaları, sanki bir tonqal vəziyyətini almağı ilə bu fikri doğru çıxartmış olur. Norveç işğal olunandan sonra yox, azad olunandan sonra olmalı. İkidə verilən fikir yanlışdır. Vaxt var ki, o adamın kitabları sevinirdi. Bəli, o qədər kitab alınıbsa, demək sevinirmiş də. Bu atalar sözü mətn məzmununa səsləşir? Xeyr, səsləşmir. Çünki bunun satqınlığını bağışlayırlar və daha sonra adam bir xəyanət edir. Belə bir fikir yoxdur mətndə. Hamısının kitabları faydasız idi. Xeyr, faydasız deyilsə adam özü xəyanətkar idi. Uyğunlaşdırsan 1-2-5 olar bu da. Mətnə görə yanlış cavabı müəyyənləşdirmək lazımdır. Deyir ki, ana suxurlar torpağı əmələ gətirən suxurlar üçün əsas sayılır. Onların üst qatlarından torpaq yaranır. Suxurların xüsusiyyətləri torpağın kimya və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt suxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ suxurlarının xarakteri və formasından asılıdır. İndi baxaq. Yer səthinin forması suxurların xarakterindən asılı ola bilər. Doğru bir fikirdir. Son cümlələrdə onu görə bilirsən. Qranit üzərində əmələ gələn torpaqlar demək olar ki, münbit olmur. Bəli, az münbit torpaqlar əmələ gəlir də deyir. Bəzi suxurlar münbit torpaqlar üçün əsas xammal hesab edilmiş olur. Bəli. Çünki nə deyir? Suxurların xüsusiyyətləri torpağın kimya və fizik xassələrinə müəyyən qədər təsir göstərə bilir. Həmçinin münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Ana suxurların üst qatında torpaq yaranır. Bu da doğru fikirdir. Cavab onda E qalır. Çünki torpaq suxurların kimya və fizik xassələri müəyyən qədər təsir edir. Əksinədir. Suxurlar ona təsir eləmiş olurdu. 20. Mətnə görə doğru cavab tapmaq lazımdır. Makarov 1948-ci ildə Sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özü olan tapançadır.
Tapanca 3 il sonra istifadəyə verilmişdir. Sovet silahlı qüvvələrində və hüquq mühafizə orqanlarında müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub düşməni yaxın məsafədən dəf etmək üçündür. Atəş etmək üçün diametri 9 mm olan adi və polad ürək çəkili gülləli patronlardan istifadə olunur. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamından aradan qaldırmağı bacarmışdır. İndi buna görə biz uyğun cavabı tapaq. Makarov tapancası hərbi əməliyyatlar üçün nəzərdə tutulur. Xeyr, daha çox qısa əməliyyatlar deyək də, müdafiə üçün, hüquq mühafizənin müdafiəsi üçün nəzərdə tutulmuşdur. Makarov istehsal olunduqdan sonra uzaq məsafələrdə hədəf vurmaq asanlaşdı. Xeyr, uzaqla bağlı deyildi bu. Tapancanın patronları ancaq polad ürək çəkili gülləli olurdu. Ancaq deyir, səhv deyir. Çünki nə deyir burada? Deyir ki, atəş açmasının diametri 9 mm olan adi və polad ürək çəkili 2 dənəsi var. Həm adisi var, həm də digəri var. İxtirasının adı ilə adlandıran tapanca 2 dəfə 1948-də istifadə edilib. Xeyr, 3 ildən sonra istifadəyə verilmişdi, yəni 1951-ci ildə. Əvvəllər hədəf vurulmaqda yablanmalar müşahidə olunurdu. Bəli, çünki nə deyir? Tamamilə onu aradan qaldırırsa, demək əvvəl o problem var imiş. Cavab olar E. 21-də mətn parçasına görə doğru fikirləri istəyir. Adı çəkilən müəllifin verilənlər əsasında ən az 3 ədəbi növdə yazdığını demək olar. Bu yanlışdır. Çünki 3 ədəbi növ lirik epidramatik olaraq əminliklə yazdığını əsaslandıracaq burada bir şeylərimiz yoxdur bizim. 2 doğru bir fikirdir, çünki novella yazıb da adam. 3 də doğru fikirdir, bu adam romantik edir. Romantiklərdə də nə üstünlük təşkil edirdi? İdealın təsviri daha üstünlük təşkil etmiş olurdu. Bəstəkar olan bu şəxsin öz əsərlərinə yazılan bəstələri var, bunu əminliklə görə bilmirsən mətndə. 2-dən 3 ən real, ən doğru cavabındır burada. 22. Verilən parçanın üslubuna əsasən doğru fikri müəyyənləşdirmək lazımdır. Burada verilən fikir baxsaz, publisistik üslubdadır mətniniz. Çünki hər hansısa bir xəbər, məlumat mahiyyətini özünə daşımış olur. Sən orada harada bir hökumət nazir məsələsini görən kimi qaçıb rəsmi işgüzar götürmə nümunənin mahiyyətinə, məzmununa baxmaq lazımdır. 1 rəsmi işgüzara aiddir, 2 bədii aiddir, 3, 4, 5 də publistikə aiddir. Ona görə cavab olmalı 3, 4, 5. Belə qeyri-adi bir qaydalar yoxdur burada. Üslubların qaydalarını təkrar etmək lazımdır. Əgər gördüyün problem yaşayırsansa, aç qaydaları yenidən təkrarla. Qaydaları unutmusan deməkdir. Mətnə əsasən doğru fikir müəyyənləşdirmək lazımdır. Demək, 7-ci əsrin əvvəllərində Azərbaycanın şimalında Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdimən vilayətinə qurmuşdur. Sonralar Mehranlərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmişdir. Və mərkəzi Partav şəhəri, indiki Bərdə olan, indiki Bərdə şəhəri olmuşdur bunların paytaxtı. Sülalənin banisi Mehran idi. O mənsub olduğu Sabirlər adlı türk tayfaları ilə birgə Girdimən vilayətinə məskunlaşmışdır. Burada Mehrevan şəhəri də sallanmışdır. Buna əsasən uyğunlaşdırmağa çalışaq. Deyək ki, yeni yaranmış sülalənin əsasını qoyan şəxs Partav şəhərinin də əsasını qoymuşdur. Bu yanlışdır. Partavın əsasını qoymuyor. Partav yox, onlar Mehrevan şəhərini salmış olurlar bura gələndən sonra. Demək, burada verilən fikir yanlışdır. Mətndə mühakimə üsulundan istifadə olunmuşdur. Mühakimə nədir? Hər hansısa 2-1 anlayış, 3-1 neçə anlayışla bağlı hökm yürütmək mənasındadır. Burada da mühakimə yoxdur. Sadəcə mövcud vəziyyəti danışmış olur, canlandırmış olur gözümüzün qabağında. Qədim Azərbaycan ərazisində yalnız bir tayfa məskunlaşaraq yeni dövlət qurmuşdur. Bu yanlışdır. Yalnız bir tayfanın məskunlaşdığını deyənməsən, burada elə bir tezi çıxardacağını əsaslandıracaq fakt yoxdur. Mətndə fərqləndirilən söz sülalə adı olduğundan dırnaqda yazılmalıdır. Elə bir şey yoxdur. Cavab qalır. Albaniyadakı bütün idarəçilik Mehranilər ələ ala bilmişdir. Bəli, bu doğru bir fikirdir və onların hakimiyyəti var idi. 24. Mətn parçasının üslubuna əsaslaşan variantı müəyyənləşdirmək lazımdır. Bu verilən nümunəmiz də publisistik üslubdadır. Çünki xəbər mahiyyəti var. Xəbər vermək məzmunu özünü daşımış olur. Buradan yol açsan, bunun da cavabı olmalıdır. Nə? E variantı. E-də verilən publisistik üslubdur. A. Rəsmi işgüzar. B. Məişət. C. Daha çox bədii. D da yenə bədiyə uyğun gələcək örnəkdir. 25. Mətnin məzmununa uyğun gələn müdiri ifadəni müəyyənləşdirmək lazımdır. Müdiri ağsaqqalın verdiyi bütün kitabları oxuyan yolçuya bir məsləhəti doğrudur. İnsan olmaq üçün təkcə kitab oxuyub elm öyrənmək deyil, yaşayaraq xeyirxahlıq və səmiyyət götürmək də lazım gəlir. Həm də səhvi düzə çevirib bunu xəstəyə bilmək. Buradan yola çıxası olsaq, nə deyir? İnsan əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək. Bundan danışmır, çünki xeyirxahlıq və səmiyyət istəyir. İnsanınki gətirməyəndə, xaşıl yeyəndə dişi sınar. Bu da uğursuzluqdan danışmırdı. İnsan var ki, rəhmət tapar, insan var ki, lənət. Burada da ondan danışmır. D də olmayacaq. Çox kimin burada cavab elə idi. Çünki almaz necə olmadan qüsursu olmasın, insan da yaşamadan yetkinləşə bilməz. Burada nə deyir? Sadəcə kitab oxumaq yetərli deyil. Sən yaşamalısan. Yaşayıb xeyirxahlıq səmiyyəti götürməlisən. Ona görə E variantından uyğun cavabdır. Ümumi bu qədər.